qadın təhqir olunmamalıdır, amma kişi təhqir oluna bilər. Səma xanım, niyə elə deyirdiniz? Nəsə olsa mən bunu bir yumruqla həll edə bilməyəcəm. Qaynanama qulaq asırlar. Ora girsəyə çıxan Məryəm. Mənim kimi onun atası da var. Yaxşı ki, axırıncı o feildən istifadə elədik. Elə hesab edirlər ki, mən kişi düşməniyəm. Xeyr, elə deyil. Influencer sözü biraz mən xoşuma gəlmir. Hər danışıcı sözlər istifadə eləyəcəyik. Sizin çox böyük rolunuz var. O loqolu çanta niyə lazımdır? 100 dənə tonal krem sənin nəyinə lazımdır? Onları report edirəm. Cəmaatın pulunu kəssən də. Kimisə ətəyini müzakirə eləmək, kimisə boşanmağını. Niyə mən zövqümü korlamalıyam? O reportu da bu arada mən yeni kəşf etmişəm. İç geyiminə qədər müəyyənləşdirilir. Səni topa tutmurlar. Qısa danışdım. Əvvəlindən baxırdım. Siz baxanda da mən baxırdım ki, hara baxırsınız. Səma salam. Necəsiz? Salam, çox sağ olun. Xoş gəlmisiniz Yaxşıyam. bizim bu podkastda. Çox sağ olun. Siz necəsiz? Əla, Yaxşı. super. Sizi gördük, əla oldu. Ümid edirəm ki, podkastdan sonra biz də tamaşaçılar da yaxşı olacaq. İnşallah mən əminəm ona. Demək olar 100% ona əminliyim var. İlk bir atəşin bir sualla başlamaq istəyirəm. Güc anlayışı, qadınlarda güc anlayışı, liderlərin güc anlayışı. Mən bu podkast çəkilişinin əvvəlində dedim ki, mən sizi multifunksional bir xanım kimi tanıdığıma və bildiyimə görə sizə belə ayrı-ayrı sahələrdən sual verə biləcəyik. Çünki çox maraqlı bir personajsınız və fikirləriniz həqiqətən də çox demokratik və belə deyək də müasir fikirləriniz var. Bu məni daha çox sevindirir. Güc anlayışını qadınlar necə formalaşdırıb özündə? Məsəl üçün Harvard Business Review-nun dərgilərində deyir ki, hazırda daha çox CEO olan qadınlar, yəni Avropada CEO olan qadınların hansı şirkətdə ki çalışırlar, onda həmin şirkətdə daha çox rəvanlıq var, daha çox rahatlıq var, daha çox belə bir düzənlilik var. Bilmirəm, belədir yoxsa yox. Düzdür, Avropaya tez-tez gedib gəlirəm, amma mənə sizin fikriniz maraqlıdır. Qadın və güc anlayışı müəyyən müddətə qədər tamam ayrı-ayrı məfhumlar olubdu və fikirləşiblər ki, güc deyirlərsə burada bir mütləq güclü cins kişidən söhbət gedir. Qadın da güclüdür, amma qadına güclüsən demək üçün kişi kimi güclüdür, kişi kimi qadındır demək ifadəsi mənə şəxsən qəbul edilməzdi. Yəni biz bir qadını güclüsən adlandıranda mütləq onu kişi ilə bərabərləşdirməliyik ki, sanki o pridestala yüksəltməliyik ki, deyək ki, sən güclüsən. Qadının qadına məxsus xüsusiyyətləri var olduğuna görə o güclüdür. Kişidən güclü deyil. Kişi də qadından güclü deyil. Hərə özünə görə güclüdür. Özünün o məhz cinsinin ona verdiyi xüsusiyyətləri daşıdığına görə, tamlığı ilə ona sahib olduğuna görə güclüdür. Qadın olduğu üçün Yəni müqayisəli güc olmalı deyil. Heç bir halda bu yarış olmalı deyil. Əksinə bir-birini dəstəkləməlidir. Nə, yəni bir çox bilmirəm feministlərin bəziləri səhv düşüncədədir ya tamlığı ilə bunu yansıda bilmirlər insanlara. Feministlər bir çoxları deyir ki, məsələn qadın, hətta belə misallar var da, cənnət anaların ayağı altındadır, qadınlar daha yüksəkdir, qadınlara biz borcluyuq, qadınlara yol verilməlidir. Məsələn, qadın təhqir olunmamalıdır, amma kişi təhqir oluna bilər. Yəni mütləq burada da kişini belə aşağı çəkərək, kişidən qurbanlar tələb eləyərək qadını qaldırmağa çalışırlar. Yox, hər kəsin öz rolu var. Nə eksikdir, nə artıqdır, bərabərdir. Hər kəsin özünə məxsus o xüsusiyyətləri illərlə, yəni əcdadlarımızdan bu yana gələn şərait bizdə müəyyən şeyləri çox yaxşı formalaşdırıbdır. Və qadınlar elə şeylərdə güclüdürlər ki, kişilər o mövzuda onlarla rəqabətə girə bilməzlər. Kişilər də elə mövzuda güclüdürlər, qadınlar da ora rəqabətə girməməlidirlər. CEO-lar məsələsinə gəlincə, mənə maraqlıdır bu məqam. Mən düşünmürəm ki, məsələn bizdə işdə elə deyil. Çünki bilirəm ki, bizim komandanın üzvləri bu podkasta baxacaqlarsa deyəcəklər ki, Səma xanım, niyə elə deyirdiniz? Bizdə elə deyil. Bizim o işi, yəni agentliyin işini söhbət 4-1 agentliyi ilə gedir. Mən böyük bir restoranın mətbəxinə bənzədirəm və o mətbəxdə çoxlu sayda təam hazırlanır. Eyni anda çoxlu sifarişlər var və o sifarişlərin kiçiyindən böyüyünə qədər komanda birlikdə hazırlayır. Və içəri girirsən, görsən ki, bir qızğın atmosfer var, bir aşbaz var, şef var orada. Hamı öz işini görür və ardı arası kəsilmədən restoran o sakit mühitə təamlar servis olunur, təqdim olunur. İçəridə elə bir qaynar qazan var ki, müxtəlif qazanlar eyni vaxtda qaynayır və bunu kontrol eləmək baş aşbazın işidir. Bu agentlik ola bilər belə, amma dediyinizdən fərqli olaraq məsələn ayaqqabı fabrikasında olan bir CEO xanım.
Yəni oradakı axı canlanma həmin sizin dediyiniz agentlikdə kimi canlanma deyil də, düzdürmü? Daha strukturlu, Daha strukturlu. Yəni force majorları da az yaşanandır. Ümumiyyətlə qadın rəhbərlərin kişi rəhbərlərdən fərqi odur ki, qadınlar emosional zəka baxımından kişilərdən biraz fərqlənirlər. Empatiya hissləri çox güclüdür, intuisiyaları çox güclüdür. Riskə çox getmirlər, uzaq görən qərarlar verirlər. Bu da illərlə onların yaşam şəkli ilə əlaqədardır. Yəni əgər kişilər daha çox çöldə olublar, daha çox belə deyək də evdən xaricdə olublar və yaxud da mağaradan xaricdə olublarsa, qadın evdə o multitaskingliyi elə öyrənib. Fikirləşib ki, okey, mən bir anda bir neçə işi görməli olacağam. Uşağa da baxmalı olacağam. Təhlükə baş versə mən bunu hiss eləməliyəm. Mənim fiziki gücüm yoxdur bu təhlükə ilə başa çıxmaq üçün. Mən bunu ağlımla eləməliyəm. Və yaxud da inklüzivlik qadınlarda çox güclüdür. Uzaqdan idarə etmə çox güclüdür. Çünki fiziki cəhətdən orada ola bilmirsə, nə isə uzaqdan idarə eləmək olar. Çünki qadınlar çox detallarda, çox xırda detallara fokuslanırlar ki, bu kişilərdə də mən hiss edirəm ki, o yoxdur. Niyə? Çünki qadın daima tanımağa çalışır, təhlükəni görməyə çalışır ki, nəsə olsa mən bunu bir yumruqla həll edə bilməyəcəm. Kişi yumruqla həll edə bilirdi həmin dönəmlərdə. Yəni az bir şey deyil axı, ailə nə bilim o vaxtı qəbilə, tayfa bunları da qadın idarə edib də, yəni o içində siz demişkən. Əslində idarə etmə olubdu orada, sistemləşdirmə olubdu. Sadəcə o bəlli bir müddət bətnində körpə gəzdirdiyinə görə o başa düşür ki, o çox risk ata bilməz. O təkcə özünə cavabdeh deyil, o bir başqa bir canlıya cavabdehdir, övladına cavabdehdir və o elə bir hərəkət eləməlidir ki, bu minimum təhlükə ilə üzləşsin. Kişilərdə isə belə deyil və bu səbəbdən də qadınların duyğusal cəhətdən güclü olması işdə kömək edir. İşçilərlə münasibətdə qadın rəhbərlər başqa cür olur, kişi rəhbərlər başqa cür olur. Biz deyə bilmərik ki, kişilər səhv eləyir və yaxud da qadınlar düz eləyir. Biz bayaq o mövzuda çox danışdıq, çox ətraflı. Yox, yəni qadınlar bu cür idarə eləyir və qadınların bu strukturda özünə məxsus üstün tərəfləri olur. Kişilərə də uşaqlıqdan duyğu məhfumu ümumiyyətlə zəiflik kimi göstərildiyinə görə sən duyğularını göstərmə, biruzə vermə, qarşı tərəf hiss eləməsin ki, sən nələr yaşayırsan hazırda və buradan sənə kontra-ataka keçə bilər və kişi gizlətməyə çalışır hisslərini. Və qadın da duyğusal olduğuna görə avtomatik olaraq kişi qadını duyğu ilə hərəkət etdiyinə görə daha zəif hesab edirlər. Fikirləşirlər ki, bu lider, bu rəhbər kəskin qərar verməyəcək, riskə getməyəcək. Məsələn, kimisə işdən uzaqlaşdırmaq lazımdırsa, emosiyaları ilə qərar verəcək. Mən hətta bir neçə dəfə bununla bağlı təlimlərdə iştirak eləyəndə və mən konsultasiya eləyəndə bəzi ekspertlər mənə deyirlər ki, məsələn, komanda ilə belə münasibət qurmaq düzgün deyil. Siz emosional bağ yaradırsınız komandada əməkdaşlarla. Mən də öz-özümə fikirləşdim, deyirəm ki, düz deyirlər. Sonra biraz sonra bəzi araşdırmaları oxuyanda, məsələn üçün idmanla bağlı görürəm ki, idmanla bağlı indiyə qədər olan elmi araşdırmalar və müəyyən təcrübələrin bir çoxu kişi bədəni, kişi idmançılar üzərində aparılıb və bu keyslər indi qadın, kişi fərqi yoxdur, hamıya şamil edilir. Amma qadının özünün fiziki göstəriciləri var və o kişi ilə bərabər nə marafon yarışına girə bilər, nə futbol oynaya bilər. Hər kəsin öz, belə deyək də, türklərin sözü var, kapasitəsi, potensialına uyğun yerdə seçim edilməlidir. Və biz də deyirik ki, kişi, məsələn üçün, kişi bədənində təcrübə aparılır və deyirlər ki, bu protein qəbul olunmalıdır, bu qədər idmanla məşğul olmalıdır. Eyni şeydir. İndiyə qədər rəhbər kişilər olduğuna görə deyiblər ki, əməkdaşlarla emosional bağ qurmayın. İmkan verin, bəlkə qadınların da üzərinə təcrübə aparın ki, bəs qadın belə eləyəndə bu nə kimi mənfi və müsbət nəticələr verir. Sən çox səyahət edirsən, görürük ki, çox səyahətlər edirsən və bu səyahətlərdə əminəm ki, sənin öz o analitik yanaşmaların işə düşür və sən məsələn Şərq və Qərb biznes fəlsəfəsində qadın liderlərində nə kimi fərqlər görürsən? Çünki biz bilirik ki, yəni qadının o uğur qazanması, müvəffəqiyyət qazanması onu fərdi bacarığından daha çox o sosial, mədəni mühiti, yaşam şəraiti və s. bunlar çox böyük rol oynayır. Yəni bundan irəli gələrək nə deyə bilərsən? Yenə bir mənalı, biz danışanda yəqin ki, tamaşaçılar yazacaq ki, sizin qonağınız özünü bütün neqativlərdən sanki sığortalayırdı. Amma yenə də həyatda son illərdə gəldiyim bir qənaət var ki, heç nə haqqında mütləq şəkildə bu həqiqətdir deyə bilmərik və bir tərəfli danışa bilmərik ki, ancaq Şərq və ancaq Qərb mədəniyyəti qadınlara daha çox imkan verir, tutaq ki, rəhbər pozisiyada. İllərlə
orta əsrlərə də baxsaq, əvvəlki dönəmə də baxanda türk obalarında, türk mədəniyyətində toy deyilən bir şey var. Toyda məclis deməkdir və o toylarda rəhbər qadınlar olubdu. Məsələn, qadın böyük bir ailəni, böyük bir nəsli öz o çadırında oturub idarə eləyib, kim kimlə evlənəcək, kimin uşağına kim baxacaq. O müəyyənləşdirib. O müəyyənləşdirib. Qadınlara orada qurduğu bir sistemlə yönətmə edibdi. Bir dənə də reallıq var ki, cavan qadınlara bu imtiyaz verilməyibdi. Və bu da müəyyən dərəcədə qadınlara tez evlənmək üçün səbəblərdən biri olub. Bir, qadınların həmin dönəmdə belə bir aktiv işi, fəaliyyəti olmayıb. Onsuz da işləri müəyyən yaşa həddi buluğa çatanda ailə qurmaqdır. İki, müharibəyə getmir onsuz da qadın. Neyniyə bilər? Uşaqla məşğul olmalıdır, uşaq dünyaya gətirməlidir və görür ki, aha, müəyyən yaşa çatmış qadın, övladı olan qadın və yaşlandıqca sözü dinlənilən qadın status sahibidir deyə mən də yaşlanım və mən də artıq mən gəncəm, gəlinəm, mənə heç kim qulaq asmayacaq, amma qaynanama qulaq asırlar. Qaynanam həqiqəti desə də, deməsə də artıq bir yaşanmışlıq təcrübəsi var. Kitab, dəftər yoxdur ki, mən oradan oxuyum, deyim ki, belə deyildi, belədir. Arqument qoya bilmirəm ortaya. Və ona görə qadınların bir çoxu tez evlənib, tez uşaq sahibi olub və yaşlanmaq indiki kimi prioritet olmayıb. İndi əksinə cavan qalmağa çalışır hamı. Çünki bir aginglə bağlı da bir bullyinglər ya ortaya çıxır. Nə qədər sən cavansan və bu qədər də produktivsən deyirlər. Yəni şərqdəki mədəniyyət əslində qadınlara idarə etmə bacarığını verib. Amma qadınlara nə qədər söz sahibliyi verilib? Bu mübahisəlidir. Şərqdə yaşaya-yaşa şərqi pisləsəm, amma pisləyə bilərəm, mənfi tərəflərini də deyə bilərəm. Burada daha çox patriarxal sistem hökmran olduğuna görə kişiyə hörmət əslində o nə deyirsə, onu sorğulamadan, onu müzakirə etmədən qəbul etməkdir. Hörmət anlayışımız budur. İndi belə deyirsən? İndi onun qırıntıları qalıb. Ola bilər, amma məncə bu klişe yoxdur demək olar ki. Bilirsiniz, çox modern insanlarla bəzən mən müəyyən mühitlərdə söhbət edirəm və çox təəccüblənirəm, deyirəm ki, çünki onlar həmişə olacaq da bəzi o Çünki qarışdırırıq biz o anlayışları. Hörmət, mənə görə hörmətsizlik kimsə təhqir etmək, onun səs yüksəltmək, onun haqlarına girmək, onun sərhəddini keçmək və onun prinsiplərinə xəyanət edən nəyəsə məcbur etməkdir. Amma mənə verilən həqiqəti mütləq bir həqiqət kimi qəbul etmirəm. Mənim sorğulamaq imkanım var. Mən özüm üçün sorğulayıram ki, nəyə görə belədir? Sən dedin deyə yox, sən böyüksən, sən kişisən deyə dedin, mən də dedim, hə, yəqin ki, onda mən demək ki, öz ağlıma da şübhə eləyirəm. Və avtomatik olaraq əgər bir qadına övlad dünyaya gətirən bir canlı kimi baxırlarsa, deməli, o əksinə ağıllı olmalıdır ki, sizin nəsliniz ağıllı olsun. Burada da bir yüklənmə var ki, qadın mütləq ana olmalıdır. Bu ayrı mövzudur. Ana olmaya da bilər. Ora girsək çıxa bilərik. Mən Səmanın bir müsahibəsinə qulaq asmışdım. Orada sənə sual verildi ki, burada ailəni, uşaqlarını qoydun, getdin Türkiyəyə oxumağa. Yəni necə oldu? Yəni hamı yəqin ki, bir çoxları sənin yaxınların daxil, mən əminəm ki, ona bir şok belə reaksiya veriblər. Sən çox gözəl bir cavab verdin ki, yəni cavab da dəqiq yadımda deyil, amma mən elə bir nəticə çıxartdım ki, yəni mənim kimi onun atası da var. Yəni biz niyə fikirləşirik ki, ana yoxdursa bitdi. Bitdi. Amma ataya əmanət elədim, getdim. Ata da çox gözəl də idarə etdi. Çünki atalara uşaqlıqdan bu vəzifə ötürülmür. Əl vurma, dəymə, sən bilməzsən, uşağa ziyan verərsən. Təbii olaraq kişinin bədəndə bioloji bir dəyişiklik baş vermir. O bayaq dediyimiz məsələlərdəki qadın hamiləlikdə artıq onda o hormonlarla o hazırlaşır və başa düşür ki, mən qadına, daha doğrusu uşağa məsulam. Kişi uşaq dünyaya gələndən sonra yavaş-yavaş ünsiyyətdə onda o şeylər formalaşır. Amma biz də xırt deyib əvvəldən kəsirik ki, yaxın durma uşağa. Uşaq böyüyər, 3-4 yaşından sonra artıq sən ona danışarsan və ata da evdə qorxudulan bir mərkəz kimi saxlanılır. Ataya deyəcəyik, ata öldürər bizi. Mən bilmirəm, atan icazə vermirsə, yenə qadın deyir ki, mən söz sahibi deyiləm. Mən də hansısa bir instansiyaya tabeyəm. Biraz qadın özü düzəltmir bunu məncə. Qadın biraz özü rəvac verir də buna da. Məsuliyyətlərdən müəyyən yerlərdə can qurtarır və atadan bəzən hətta belə bir şit kimi, qalxan kimi istifadə edir ki, mən deyir, o qoymadı. Amma burada uşaqla ata arasındakı o bağ tamamilə
yaranmaq istədiyi bir müddətdə qorxuya çevrilir. Bəli, tamamilə Amma bunu doğru. qorxuya da biz deyirik hörmət eləmək. Bilmirəm, mən sizin yəqin ki, sualınızdan çox uzaqlaşdım. Siz mənə sual verdiniz Şərq-Qərb. ki, Qərbdəki üstünlük və çatışmayan cəhət odur ki, Qərbdə qadınlar daha demokratik bir şəraitdə yaşadıklarından onlara məsələn o patriarxal şeyi yavaş-yavaş sındırmağa başlayırlar. Şərqdə biraz İslam da buna təsir eləyir dini və inancların qadını qurulması. qoruyuruq anlamında qadını müəyyən şeylərdən uzaq tuturlar. Mən onun tərəfdarıyam ki, kişilərə elə bir tərbiyə, kişilərə elə bir mədəniyyət aşılansın ki, böyüdülərkən oğlanlara. Onlar qadın üçün bir təhlükə obyektinə çevrilməsinlər. Biz deyirik ki, sən özünü kişilərdən qoru. Sən uzaq, sən getmə, filan saatda çıxma, təhlükə var. Olmaz ki, biz elə bir cəmiyyət formalaşdıraq, elə evin içində oğul böyüdəndə və qız böyüdəndə 3 dəfə qıza deyəndə ki, filan saatdan sonra getmə, evdə böyütdüyümüz oğula da denən ki, sən heç kimə, başqa bir qadına və qıza təcavüz edə bilməzsən, söz təcavüz də edə Səncə bilməzsən. biz hal-hazırda o cəmiyyəti formalaşdırırıq? Məncə biz Bilmirəm, ümid formalaşdırırıq eləyirəm ki artıq, və yavaş-yavaş. inanıram ki, indi yeni Hiss nəsil müəyyən dərəcədə bu sərhədlər aşıldıqca, yəni nə mənada, həm də fiziki bir sərhədlər, yəni xaricə gedib gəldikcə, oxuduqca, sorğuladıqca, bilirsiniz bir dönəm oldu. Biz bütün həqiqətlərimizi bizim generationdan, bizim nəsildən söhbət gedir. Bütün həqiqətlərimizi məsələn məndə belə idi. Tamamilə sıfırladım mənə öyrədilənlərin hamısını. Tökdüm qırağa. Dedim mən indi Reset. təzədən yığacam. Yoxlaya-yoxlaya. Mənim valideynlərim mənə öyrətdi, indiyə qədər olan bizə aşılanlar. Düzdür, qoyurdum bunu öz rəfimə. Ay yenilərdə nə var? Bunu da qoyurdum. Çətin də bu yanaşma. Yəni bunu Yenidən belə- qurmaq Amma lazım. sonradan necə rahatladın yəqin ki? Amma indiki nəsil artıq bunu Belə formalaşır. belə formalaşır deyə daha azad və sərhədsiz yaşadığına görə orada seçim biraz obyektiv ola bilər. Qərbin mənfi tərəfi nədir? Ağına bozuna baxmadan indi kişilərin diskriminasiyası gedir. Ağına bozuna baxmadan irqçiliyin sanki bunlar mühafizə edirlər ki, kimsə irqçiliyə məruz qalmasın. Yeri gəldi, gəlmədi, qadın rejissora mükafat verilir. Yeri gəldi, gəlmədi. Bu filmdə nə bilim Afro-Amerikana mükafat verilir. 15-ci əsr Avropası və yaxud Rusiyasından film çəkilir. Orada Afro-Amerikan var. Necə ola bilər? Onun orada nə işi var? Necə gəlib? Axı sən tarixi proseslərə Eynən. zidd gedirsən. Qəşəng. Scarlett O'Hara, daha doğrusu Küləklə sorulanlar filmi var. Yəqin ki, bir Qəşəng çoxları filmdir, baxıb. Orada deməli Scarlett'in dayəsi var. Afro-Amerikan qadındır. İndi son 2 il bundan əvvəl götürüb filmdən o qadını oradan montaj edib çıxardıblar ki, biz göstərə bilmərik ki, onlar qul kimi işləyiblər. Bu onların özgüvəninə mənfi təsir edir. Bu ayrı seçkilidir. Mən də deyirəm ki, tamam, siz tarixi edit eləyirsiniz. Bəli, Redaktör tarixdir də. Əksinə, Sən orada edit elədin, başqa yerdə də hamı bilir ki, bu göstərməlisən ki, olub, indi olmasın. baxın, neyiniblər. Qəşəng. Və Müqayisə. sən onu müdafiə elədiyin yerdə əksinə tarixi təhrif eləməklə onların əlindəki arqumentləri əllərindən alırsınız. Yəni absurd dərəcəyə gəlib çatıb, qadınlar çox yerlərdə bundan sui-istifadə edirlər rəhbərlərə qarşı. O mənə təcavüz elədi, o mənə seksual qısnama elədi. O rəhbəri aradan qaldırmaq üçün qadından istifadə edirlər. Cinsi azlıqlarla bağlı da eyni şeylər. Yəni bunu bir orta yerdə durmur da. Şərqdə həddindən artıq qatıdır. Qızıl orta Qərbdə isə yoxdur. bunun demokratiyası Amma şərq demişkən mən Yaponiya, Koreyanı bilirdim. Yaponiyada da sən demə qadınların o yüksək liderlik vəzifəsinə gəlib çatması çox çətin bir şey imiş. Amma Çin- Amma təşəbbüslər göstərilir son illərdə orada da bizim kimi. Məncə Azərbaycanda da bu idarəetmə heyətlərində şirkətlərin o balanslaşma yaratmağa çalışırlar. Yəni o çalışırlar. faiz- Yaxşı ki, axırıncı o feildən istifadə elədik. Çalışırlar. Amma məncə də ona doğru gedirik. Haranı açırsan o gün evdə deyirəm yoldaşıma, televizoru açırıq, qadın sahibkarlar, sosial şəbəkələrə giririk, qadın sahibkarlar dəstəyi, filanı, cəmiyyəti. Yəni baxıram ki, çox Mənə elə böyük gəlir, siz işlər nə səhv gedir burada? Mənə elə gəlir. Qadınlar bir period özlərinə yol açmaq üçün ancaq həm cinsləri ilə şəbəkələşdilər. Qadın qurumları, qadın icmaları, qadın communityləri yarandı. Biz bir-birimizi başa düşərik. Burada qatı kişi sevməyən kişi düşmənləri də formalaşdı. Yeri gəlmişkən bu sizin podkast vasitəsilə bu açıqlamanı demək istəyirəm. Bir çox yerlərdə elə hesab edirlər ki, mən kişi düşməniyəm. Xeyr, elə deyil. Mən əksinə çox yerdə kişi hüquqlarının tapdanması, kişiyə bir bankomat kimi baxılması, sən kişisən, sən saxlamalısan, sən eləməlisən, ona olan yüklənmələrdən də danışıram. Amma niyəsə mən bu bir tərəfdən qabartmağa çalışırlar, ev yoxdur. Amma biraz öncə dediyim məsələ qadın şəbəkələşməsi yaranır. Və bu qadın şəbəkələşməsində
burada bir istiqamətdə gedir. Bizə hər iki cinsin fikri maraqlıdır. Siz deyirsiniz qadın sahibkarlar. Amma niyə bir müddətə qədər qadın sahibkarlar yox idi, biznesləri yox idi? Çünki kişilər, biznes sahibi olan kişilər işdən sonra bir-birləri ilə görüşürlər, restoranda otururlar, nərdə oynayırlar, nə bilim golf oynayırlar. Onlar öz aralarındakı o kişi mühitində deyir ki, burada qadın nə işi var? Təsəvvür edin 10 dənə kişi, 10 nəfər kişi, bir dənə də qadın gəldi bura. Qadın orada necə ayaq uyduracaq? Kişilər onu necə qəbul edəcək? Ona görə biz özümüz öz qazanımızda qaynayırıq. Qadınlar da öz yerində və qarşılıqlı bir ünsiyyət olmadığına görə biz bilmirik o tərəfində problemləri var, o tərəfin nə təklifləri var, nə qatqısı ola bilər. Avtomatik olaraq bu community onlar bir-birlərini dəstəkləyir, bir-birləri arasında biznes B2B qurur və qadınlar qalır kənarda. Qadınlar da özlərini qorumaq üçün deyir ki, sən mənim dərdimdən anlayarsın, gəl bir olaq, gedək, bilirəm, uşağa baxırsan, belə olursan, elə olursan və birlikdə irəliləyəndə qadın kişi düşmənçiliyinə başlayır bu. Fitil olurlar da bir-birlərinə də benzin tökürlər, yəni həmin odun içində benzin tökürlər. Bir tərəfli istiqamətdə inkişaf edir. Mən bu qadın kişi məsələsini biraz çıxaq. Səmanın bir marketinq influencer tərəfi çox belə qabarıq formada mən düşünürəm ki, var və keyfiyyətli bir influencer sözü biraz mən xoşuma gəlmir. Yəni influencer bu təsir edən adamdır da. Yəni demə insanların fikrini dəyişə bilər. Mənə maraqlıdır marketinq tərəfin ki, insanların alış etmə qərarlarına nə təsir edir bu dəqiqə? İnsanlar alış edəndə nə isə o qərar vermədə hansı məqamlara diqqət edirlər indi? Yoxsa məsəl üçün ipuçları verə bilərəm ki, kimisi məsəl üçün FOMO adlı bir yanaşma var da, fear of missing out. Yəni fürsəti qaçırtmamaq məsələsi və yaxud etibar məsələsi. Əgər bunu səma deyirsə, mən bunu almalıyam və yaxud təklifi öz rasional beyin süzgəcindən keçirdib qərar vermə. İndiki trend nə edir? Çox aqressiv satış strategiyaları var hazırda və belə deyim də istehlakçı, şuursuz istehlakçı tendensiyaları çoxalır. Buna səbəb Instagramdır, sosial mediadır, insanların səyahətə getməyidir. Psixoloji durumlar da məncə olur. Bəli, insanların təkləşməyidir. Bu yaxşıdır da pis deyil. Niyə? Alış üçün, yəni dövriyyə üçün yaxşıdır da yox. Əslində satan üçün kapitalizm. yaxşıdır. Bəli, amma kapitalizmin mənfi tərəfləri də odur ki, insanlar ancaq istehlakçı ruhundadırlar. Dünən məhsullara qarşı istehlakçı yanaşma göstərirlərsə, sabah artıq insanlara qarşı da belə olacaqlar. Yəni tükətdim, artıq next. Yəni bir bağlılıq, bir dayanışma, bir loyallıq yaranmır. Bir yarış var sosial mediada. Hamı biraz öncə dediyimiz kimi görüntüyə önəm verdiyinə görə, vizuala önəm verdiyinə görə biz hamımız gözəl, qəşəng həyatları göstəririk və onun içərisində nə qədər dərk edirik bu məhsulun mənim həyatımda yeri, mənə faydası, məndən sonra təbiətə. Bunu ümumiyyətlə heç kim düşünmür. Yəni bu dərəcədə istehlak mühitində bu atılır. Bu qədər mobil telefon istehsal olunur, bu qədər texnika istehsal olunur. Məişət texnikası bu bizim həyatımızı asanlaşdırır. Bugün üçün həyatımızı asanlaşdırır. Heç birimiz düşünmürük ki, yaxşı bu hara təhvil veriləcək? Yaxşı, onda nəyə eləməyək? Məsələn, bax sizə gətirilən biz heç nə edə bilmərik. Yəni biz bunu stop edə bilmərik. Okay, yəni. Sadəcə fərqində olmalıyıq ki, nə baş verir? Demək istəyirsiniz ki, axır hara, yəni pisə doğru gedirik demək istəyirsiniz, anladığım qədərilə. Yox, mən elə neqativ düşüncələr. Əksinə baxırıq ki, hara gedirik və nə edə bilərik ki, daha az zərərlə hərəkət eləyək. Bir çox ölkələrdə məsələn deyirlər ki, okean suları belə olubdu. Nə bilim, tullantılar var. Var. Bunu gərək çox deyəsən və deyəndən sonra güc sahibi olanlar, şirkət, maliyyəni təmin edə bilən şirkətlər, onlar da bir ekoloji məsuliyyətlərini hiss eləsinlər ki, mən nə edə bilərəm? Mən istehsalatımda nə edə bilərəm? İstehlakçı tələb eləyəcək artıq istehsalçıdan ki, bir dəqiqə. Nə olsun bu krem yaxşıdır? Amma bunun qablaşması necə olacaq? Bunun təkrar tükətimi mümkün olacaq. Yəni bu dərəcədə kaprizli, indi yəqin ki bizim cəmiyyət bunu belə adlandırar, kaprizli müştərilər var xaricdə. Yəni məsələn Danimarkada, İsveçdə də. Onlar üçün məhsul seçəndə həm də bu parametr önəm daşıyır. Bəs bizdə? Bizdə elə deyil. Bizdə falan influencer bunu işlətdi. Demək budur. Mən də varlı görsənmək üçün çoxlu loqolar qoyum.
Mən sualımı istəyirəm biraz o qayəsini cavab al. açasınız. Çünki siz top influencerlar siyahısındasınız deyə mənə sizin o belə deyək də yidro, yəni o qayədəki Özəyi, nüvəsi. özəyi lazımdır. Sorry. Hərdən rusca sözlər istifadə edəcəyik. Bu dəqiqə əgər Səma hansısa bir məhsulu reklam edirsə, insanlar ona gedəcək. Çox rasionallıq qatmamaq şərti ilə, düzdür? Yəni ki, bu mənə lazımdır, lazımdır. Əgərlər bu gün Səma bir telefonu reklam edirsə, mən gəlib dəyişəcəm. Mənə bu telefon lazımdır, lazımdır deyə çox düşünməyəcəm. Bu belədir indi yoxsa yox? Fərd olaraq məndən danışırıqsa, mən elə izləyici istəmirəm. Çünki mənim üçün əsas odur ki, şuurlu şəkildə dərk edərək, analiz edərək mənim təklif elədiyimin niyə onun həyatında yeri var, onun həyatını necə asanlaşdıracaq və niyə ona lazımdığını anlayıb sonra alsın. Bu qədər ağır olmadı bu proses biraz. Yox. Sizə nəyə görə lazım deyil ki? Əsas sizə lazımdır ki, o izləyicilər, yəni ki, Gördü, aldı. zaten siz influence elədiniz də, getdilər, Axı aldılar. o analizsiz, o düşünmədən qərar verib məhsul alırsa, o mənim məzmunlarımı da düşünmədən, analiz eləmədən gəlib tənqid və Burada bir şey də eləyəcək. var da. Ha, okey, Səma ola bilər. özü də məsələn onlara riayət eləyir. İstifadə edirsən, onun əgər effektini görürsənsə, tərkibi yaxşıdsa filan, onu paylaşırsan. Məncə burada bu influence edənlərin çox böyük rolu var ki, onlar savadlı olmalıdır. Onlar düzgün məhsul təqdim düzgün influence etməlidirlər. Düzgün nə deməkdir ki? Düzgün yəni ki, məsələn, reklam xətrinə, yəni pul kommersiyaya görə nə gəldi reklam etdikdə, ağıllı istehlakçı çox azdır bu dəqiqə. Yəni onlar nə gördüsə onu da gedib alırlar. Yəni onu düşünsək ki, bayaq dedikləriniz ki, yəni biz pis yerə gedirik, yaxşı yerə gedirik. Məncə burada sizin çox böyük rolunuz var. Demək istədiyim odur ki, istehlakçı ağıllı qərar verirsə, o həm də mənim istehlakçımdır. Mənim izləyicimdir və mən istəyirəm ki, mənim izləyicim ağıllı izləyici olsun. O kör-köranə məhsul seçirsə, onun üçün ağına bozuna baxmadan nə gəldi alırsa, sadəcə Səma deyirsə, deməli heç başa düşmür ki, Səma bunu niyə deyir. Dərk etmədən bir seçimdə sabah mən də uduzacam. Çünki məni də kiməsə dəyişəcək. O başa axı o da onun seçimidir. Mən də onun seçimiyəmsə, o başa düşməlidir ki, ağıllı bir seçimi olsa, izlədiyi influencerda niyə izlədiyini başa düşən adam, bu məhsulda niyə alıramı başa düşən adamdır. Mənim demək istədiyim odur. Siz bayaq dediniz ki, reklam xatirinə təklif oluna bilər. Elə bir şey ola bilər ki, onun mən istehlakçısı deyiləm, amma mən onu reklam eləyə bilərəm. Məsələn üçün, hansı bir lüks avtomobildir. Mənim avtomobilim yoxdur. Mənim özümün şəxsi belə deyək, seçimlərimə görə mən avtomobili idarə etmək istəmirəm. Çünki məni stressə salır. Siz o zaman şəffaflığı qoruyursunuz da. Yəni orada artıq deyirsiniz ki, mən sürmürəm, amma bu çox və ya mənim bu avtomobilim var, xəyalım bu birisi avtomobildir. O avtomobili almaq istəyirəm. Sizin pulunuz varsa, buyurun gedin alın. Sizin dəyərlərinizlə səsləşirsə, sizin həyat tərzinizə uyğundursa, bunu ala bilərsiniz. Yəni bizi dinləyən influencerlar deyə bilər ki, bəli, mən filan markanın çantasını alıram, işlədirəm, məmnunam, onda reklam eləyirəm. Amma bir dəqiqə, sənə o çanta niyə lazımdır? O loqolu çanta niyə lazımdır? Sən əvvəl özün istehlakçı olaraq şuurlusanmı? Burada qəribə bir şey var. Çoxu deyəcək ki, bəli, mən öz alıb istədiyim, işlətdiyim 100 dənə tonalni krem var. Açıram sirtməni, var da. 100 dənə tonal krem sənin nəyinə lazımdır? Onun istifadə müddəti qurtarır. Hamısını açandan sonra xüsusilə əvvəl özü şuurlu istehlakçı olmalıdır ki, daha sonra izləyicisine həqiqətən əla yerə gəldik. Demək ki, amma və lakin bu influencer dediyimiz kəs, insan savadlı bir insan olması lazımdır. Yəni sən savad mən elmi savad demirəm. Yəni ki, biraz dünya görüşlü savaddan söhbət gedir. Yəni analiz olsun. Bəli, yəni ən azından ağı qaranı ayıra bilsin. Ən azından eko dedikdə başa düşsün ki, yəni ekologiya nə deməkdir. Yəni bu primitiv təfəkkürə heç olmasa malik olsun ki, ən azından təqdim etdiyi, irəli sürdüyü məhsulla da bağlı olduqda, yəni ona etibar etmiş olsunlar. Bilirsiniz, Azərbaycanda biz savad oxumaq, təhsili o qədər önəmsəmişik ki, hamı diplom alır, hamı təhsil alır, qızlar da, oğlanlar da sadəcə ora quş qoydum, mənim də var deyərəkdən və biz savadlı insanlardan oxuduğu, aldığı təhsili harda tətbiq eləyəcək? Necə o dərk etdimi, nə oxudu? Ondan sonra onu necə tətbiq edəcək bilmirik. Hamı diplomludur. Mən düşünürəm ki, biz bir kəndə gedib, orada bir çobanla da oturub söhbət eləsək, o bilməyə bilər hansısa bir kimyəvi formulanı, o bilməyə bilər hansısa bir elmi araşdırmanı. Amma onun analizi varsa, o saatlarla oturub o
qoyunu örüşdə otaranda öz həqiqətini tapa bilibsə, özünə lazım olan həqiqəti, yaşamağı üçün lazım olan Analiz edib, həqiqəti. yəni təfəkkür edib. Hə, özün həyatını asanlaşdıran nəyinisə tapıbsa, o ağıllı insandır. Yəni savadlı insan ağıllı insan demək deyil. Savadlı olmaq Bəli. kömək eləyir ağıllı olmağa. Amma o da ağılsız adamlar var ki, aldığı təhsildən pul da qazana bilmirlər, fayda da təhsil verə o demək bilmirlər. deyil ki, Təhsil sən o qədər ağıllı vacib deyil. insansan. O müdrik deyirlər, məsələn, bəzən oxumamış bir insan deyirlər, çox müdrik insandır. Yəni doğrudan da təhsilin heç bir rolu yoxdur da bu analiz qabiliyyətində. Təfəkkür tərzi. Yəni mütləq şəkildə sən əgər bir Jung oxuyursan, Freud oxuyursansa, sənin psixoloji təfəkkür və onlardan aldığın bu belə deyək də teoretik məlumatlar sənin təfəkkürünə müsbət təsir edir. Amma sən heç bir kitab oxuma, heç bir təhsil olmasın, amma elə denən ki, mən ağıllıyam, müdrikəm, bu belə olmur. Yəni çoban həyatını asanlaşdıran nəsə eləyə bilər özü üçün. Cəmiyyətin, Öz çapında. öz cəmiyyəti başqa yerə əgər kimsə iddia eləyirsə ki, mən daha çox insana təsir eləməliyəmsə, o çox işləməlidir öz zəkası üzərində ki, onu qarşılaya bilsin. Bayaq dediyiniz kimi, yəni o kitablar onda lazım olur. Səma, bu sosial şəbəkələrdə çox kütləviləşən influencer mı deyək, bloger mi deyək, heç influencer da deyil, hər hansı bir ən çox da TikTokda, yəni belə pis çıxsa da deyəcəm, çox səviyyəsizcəsinə nəyisə nümayiş etdirən, amma çox böyük kütlə qazanan bu cür insanları ümumiyyətlə azaltmaq üçün mi deyim, yəni necəsə bilmirəm düzgün ifadə etdim yoxsa yox. Bunun üçün bizim nə etməmiz lazımdır? Yəni bizim, yəni dediyim biz izləyicilərin. Məsələn, mənim qarşıma elə bir şəxslər çıxanda, bəlkə də düzgün eləmirəm, orada girirəm, onları report edirəm, bəli. Yəni bilmirəm, bəlkə də səhv edirəm, amma mən istəmirəm ki, o mənim qarşıma çıxsın və mənim kimilər bunu etsə, bunlar azalacaq. Cəmaatın pulunu kəssən də. Çox əla bir şey eləyirsiniz əslində, amma az sayda insan bunu eləyir. Az aşım ağrımaz başım deyən insanlar var. Açıq təbii ki, kommunikasiyaya girib insanlarla bunu müzakirə eləməyə, neqativ kommentlərdə savaşmağa vaxt yoxdur. Həm də ki, həyatımızda kifayət qədər stres var. Amma bir report düyməsi bizə əslində ona görə verilib ki, biz orada öz fikrimizi məhz bu düymə vasitəsilə tətbiq edib müdaxiləmizi eləyə bilək. Razıyam sizlə. Çox vaxt biz biz deyəndə biz indi bu aydınlar, işıqlı təbəqə, ziyalılar indi oturmuşuq TikTokdakıları tənqid edirik kimi yox. Bununla razılaşmayan qism, cəmiyyətin bu qismi neynir? Bəli, biz nəsə paylaşırıq, öyrənməyə çalışırıq, necə öyrəndiyimizi paylaşırıq və nə öyrəndiyimizi paylaşırıq. Bizimlə bu yolu getmək istəyənlərə deyirik ki, gəlin getdik birlikdə, görək hara gedib çıxacağıq. Biz də hələ həqiqət tapmamışıq ha. Amma o bəlli kütlə var ki, biz onları bəyənmirik. Elə hardasa yığıncaqlarda oturub bir-birimizi tənqid edib deyirik ki, baş gördünüz də onları nə edirlər. Necə müdaxilə edirik? Mən ictimai qınağın bax bu yerdə ortaya çıxmağın tərəfdarıyam. Kimisə ətəyini müzakirə eləmək, kimisə boşanmağını, kimisə yaşından çox balaca sevgilisinin olmağı, yəni şəxsi həyatını yox, cəmiyyətə verdiyi ziyanı müzakirə edə bilərik və ictimai qınaq düzdür, Facebook biraz burada əndazəni aşıbdır. Yəni Facebooka girirsən və qaçırsan oradan. Çünki insanlar elə bilir ki, ora girdin ancaq şikayət eləməlisən, neqativ danışmalısan, pozitiv heç bir şeyi support edib dəstəkləməməlisən. Amma cəmiyyət burada fikrini deməlidir. Açıq şəkildə, amma tənqid edərkən bu adam neynəsin? Nə təklif verirsən? Çıxım deyim ki, mən bəyənmirəm. Mənim zövqümə görə deyil. Okey, bunu da demək olar. Mənim zövqümə görə. Pisdir, zövqsüzdür, bərbaddır, yox. Niyə? Bunu bu cür demək nəyə gətirib çıxardacaq? Bəzilərinin həvəsi varsa, şəxsən mesaj yaza bilərlər. Mən ümumiyyətlə bunun tərəfdarıyam ki, gördüyümüz bir məzmunun müəllifinlə razılaşmayanda biz o adamla birə-bir ünsiyyətə çıxa bilərik. Deyə bilərik ki, bax, burada belə bir fikir səsləndirmişdin. Bizim məzmunla da belə bir şey eləyə bilərsiniz podkastda. Mən sizin bu fikrinizlə razı deyiləm. Mənə görə belə-belə-belədir. Bəlkə siz buradan məlumatsızsınız, bölüşdü. İstəyirmi mənim fikrim dəyişsin həqiqətən? Və bunu mənə mesaj kimi yazdım. Yox, mən gələcəm onu kommentdə yazacağam. Hamıya göstərəcəm ki, baxın, mən necə ağıllıyam. Mən bir şərhlə nəyisə dəyişə bilərəm? Yox. Amma burada müqayisəli bir ringə girmişəm və ağıllı görsənmək çabam var. Və bu şərhlə o adamdan da neqativ alacağam. Orada gəlib yazmayacaq ki, sən düz deyirdin, sən bunu dedin. Nə yaxşı ki, sən bu şərhi yazdın və bundan sonra mən həyatımı başqa cür yaşayacağam. İcazə verin burada biraz razılaşmayım. Çünki baxın da, manalı deyək ki,
mən gələcəm ona yazacağam. Fikrim var ki, məsələn bu sənin yazdıqların, sənin etdiyin elanlar mənə görə yanlışdır da. O da oxuyacaq, deyəcək ki, ox üstündən keçəcək, gedəcək və yenə də öz fəaliyyətini davam etdirəcək. Və ya biz dedik də, yəni bu tolerantlığı qorumaq, insan hər birinin özünün fikri var, özünün bir yaradıcılığı var, hər bir kəsin özünün bir fəaliyyət ifadə forması var. Biz də deyəcəyik ki, bu da özününküdür də. Yəni bu da belə yaşayır və bu da belə O deyil axı, mən bir vətəndaş kimi mən görürəm ki, o cəmiyyətə mənfi təsir edir. Yəni ki, mənim uşağım da sabah girir o sosial şəbəkəyə, mənim kimilər də girir. Niyə mən zövqümü korlamalıyam? Niyə mən bu zövq məsələsi deyil. Biz zövq deyəndə, üzr istəyirəm sözünüzü kəsdim. İnsanlar fikirləşə bilər ki, zövq elə nə olar? Zövq də, hə, yəni yüngül bir şeydən söhbət gedir. Yox. Mən təsəvvür gətirəm ki, Avropanın sivil bir ölkəsində kimsə durub seksist danışsa, gələcəklər şəhərlərdə. Yazacaqlar, tənqid edəcəklər. Bizdə də elə olmalıdır. Biz elə bilirik ki, o məzmunun içərisində sadəcə zövq korlanır. Yox, həyata baxış, təfəkkür, insana yanaşma, qadına, uşağa, heyvana yanaşma. Qadın danışır hər hansı bir TikTokda canlı yayımda. O heç fərqində deyil ki, o hansı şuuraltı mesajlar verir. Dəstəkçilərini artırır və bunu sosial media ilə daha geniş kütləyə yayır. Okey, biz yazdıq onun inboxuna və bir şey dəyişmir. İnboxda yox və bir çox izləyicilər də səhv bir addım atırlar. Başlayırlar o tənqidləri o kommentlərdə yazmağa. O kommentdə o da onun istədiyi də odur. Zaten kommentdə yazın, qırğın düşsün orada, baxışım artsın, aktivliyim artsın. Məncə elə burada ən yaxşısı biz insanları çağıraq ki, girib o reportu da bu arada mən yeni kəşf etmişəm ki. Düz deyirsiniz. Report ən sakit, səssiz. Ən yaxşısı belə bir şeylər gördükdə mütləq ki, girib report edin ki, onların sayı azalsın. Yəni mən bunu deyə bilərəm. Report düyməsi bunun üçün lazımdır əslində. Marketinqdən biraz danışmaq istəyərdim. Sizin agentlik var. Müasir dövrdə bu yanaşmalar var da, sizə bir requestlər olur ki, tutaq ki, mənim bir solution verməyə lazımdır. X bir solution, Y bir solution verməyə lazımdır. Özünüz bir zat mövzunun içinizə girirsiniz, yoxsa sadəcə kənardan bir idarədən orqan kimi watchdog deyirlər, ona nəzarət edirsiniz? Yox, düz mərkəzindəyəm. Düz mərkəzindəsiniz. Bəli, bütün etaplarında iştirak edirəm. Marketinqlə bağlı təhsilim yoxdur. Belə bir iddia da eləyə bilmərəm. Amma 10 ildən çox, yəni 2014-cü ildən bu yana təcrübəm var. Qəribə bir şeydir. Yəni mənim televiziyada qazandığım təcrübə mənə imkan yaratdı ki, mən sosial mediada məzmun yaradıcısı olum. Sonra avtomatik olaraq bu məzmunlar artıq partnyorluğa başladı. Yəni bu yeni bir marketinqdə yeni bir istiqamət yarandı, influencer marketinq və o işin içərisində işləyə-işləyə, çalışaraq, məzmun yaradaraq və müəyyən məhsulların tanıtımı, satışı, reklamı, influencer kimi reklamında iştirak edərək məndə yeni bacarıqlar formalaşdı. Mən bunu intuitiv formada elədim, təcrübə eləyərək, pisi yaxşı yoxlayaraq və həyat elə gətirdi ki, mən 2 il bundan əvvəl Türkiyədə yaşadığım o təcrübə, həm Acun Mediada, həm daha sonra Trendyolun Azərbaycandakı ilkin kampaniyasını influencerlarla bərabər yürüdəndə mən təcrübə qazandım və bu təcrübə mənə imkan verdi ki, dünənə qədər agentliklərin təklif etmədiyi, bir influencer olaraq mənə təklif etmədiyi xidmətləri qurduğumuz agentlikdə tətbiq edək, təklif edək. Çünki mən əvvəl belə deyim də cəbhənin bu biri tərəfində idim, influencer tərəfində idim. İndi artıq agentlik tərəfindəyəm və mən başa düşürəm ki, o cəbhədəki adama nələr lazımdır, çətinliyi nədir. Əslində biz agentlik qurmamışdan əvvəl də sektordakı influencerlara bir sorğu göndərdik, sorğu bankları anonim şəkildə. Onlar agentliklə işləsələr nə istəyərlər, indi niyə agentlikdən çıxıblar, onların narazı salan nədir? Yəni bir data topladıq və onun əsasında xidmətlərimizi müqayisə elədik ki, biz bu xidmətləri vermək istəyirik. Amma indi sektorda buna ehtiyac varmı ya yox? Onların bu istəkləri ilə bizim xidmətlərimiz toqquşurmu ya yox? Və daha sonra xidmətləri vermək potensialımız varmı? Və mən agentlikdə tək deyiləm, partnyorumla bərabərəm, həşimlə bərabərəm və o onun marketinq tərəfindədir. Onun da bir qlobal və yerli şirkətlərlə 10 illik təcrübəsi olduğuna görə o da bu işin marka tərəfindədir. Amma biz bunu yəni xətt çəkməmişik də aramızdakı sən o tərəfdəsən, mən bu tərəfdəyəm. Biz birlikdə bunu məşvərət edirik, müzakirə edirik, görüşlərə gedirik. Onun da artıq influencer fəaliyyəti olduğuna görə onun həm də bu təcrübəsi kömək olur. Bizə bir sorğu gələndə sorğuda, yəni o ən aşağı pillədə əvvəl izləyici kimi, izləyici nə istəyir, izləyici nə cür bir məzmundan baxıb influencer ola bilər. Influencer nə istəyir? O bunu necə təqdim edə bilər? Onun prinsiplərinə uyğundur ya yox və marka nə istəyir? Bütün bunları analiz edirik, amma biz daha çox indiyə qədər fəaliyyət göstərən influencer agentliklərdən fərqli olaraq marka
bazlı, marka yönəlikli bir influencer agentliyik. Bizim agentlikdə influencer yoxdur. İkinizdən başqa. Yəni biz təsisçiləriyik. Ha, okey. Amma agentliyin tərkibinə daxil olan influencer yoxdur. Bu bizim prinsiplərimizdədir ki, bu misalı tez-tez öz agentliyimiz haqqında danışanda çəkirəm ki, misal üçün bir su markasına reklam tanıtımı lazımdır, öz dəyərlərini tanıtmaq istəyir və bizə müraciət edir. Biz həmin vaxtı onun istəklərini dinləyirik. Elan mı çatdırmaq istəyir, kütləvilikmi istəyir, keyfiyyətindən mi danışmaq istəyir, tamamilə gözdən kənar qalan bir dəyərini mi tanıtmaq istəyir. Buna uyğun bir strategiya hazırlayırıq, addımlar, steplər hazırlayırıq, kontent ideyaları təklif edirik ki, sosial mediada influencer bunu necə tanıda bilər. O bunu təsdiqləyəndən sonra biz artıq bütün sektordakı influencerlara nəzər salırıq. Məhz bu kampaniya və bu markanın dəyərlərinə uyğun influencerlarla işləməyə başlayırıq. Başa düşdüm. Amma bizim agentlikdə 15 influencerımız olsa, bizim onların qarşısında öhdəliyimiz var və biz məcbur o marka ilə uyğun oldu, olmadı onları təklif verməliyik. Və bizim burada bir xidmətimiz yoxdur. Burada selektiv yanaşırsınız yəni. Və biz daha çox markanın istəklərinə köklü bir hər hansı bir ideya hazırlayıb ona uyğun influencerları cəlb edə bilirik. Başqa bir istiqamətimiz isə biz çox hallarda özümüz kontent yaradırıq öz səhifəmizdə və bu kontentdə bu reallaşdırma baxırıq ki, məsələn, sektorda belə bir şey yoxdur. Belə bir kontent yoxdur. İzləyici buna baxar. Influencer burada iştirak etmək istəyər. Marka burada indiyə qədər bəlkə ağlına gəlməyib və yaxud ona təklif edən olmayıbdı. Əminəm ki, bütün ideyalar kimlərinsə ağlına gəlib, amma icra edilməyib bu ideyalar. Gəl belə bir şərait yaradaq ki, marka ilə influencer məhz bu kontentdə, bizim yaratdığımız kontentdə görüşsünlər. Və özümüz yayımlayırıq. Yayımlayanda kollaborasiyanı influencera veririk və başqa bir istiqamətdə markanın özünün sahibinə imkan yaradırıq ki, sən də tamam ayrı bir kontentdə, yəni bizim yayımlayacağımız bir kontentdə, bunun da adı hətta marka qonaqdırdır. Gəl, öz yaratdığın markanın dəyərləri, prinsipləri, hekayəsi, müştərisi danış, artıq səni tanımaq istəyirlər, sənin hekayəni dinləmək istəyirlər və bu prosesdə təkcə sənin sözün obyektiv qəbul olunmayacaqsa, indiyə qədər işlədiyin influencerdan da feedback alırıq, onun da rəyi verilir ki, nəyə görə mən bu marka ilə uzun illərdir işləyirəm. Yəni o da istehlakçı rəyini bildirir. Maraqlı yanaşmadır. Sizin sualınız var idi. Heç olub self-brandinglə bağlı müraciətlər olur. Mən Azərbaycanda görməmişəm. Bəlkə də olub, mən eşitməmişəm də. Yəni self-brandingdən tutaq ki, bir koçdur. Tutaq ki, deyir ki, məni Azərbaycanda tanıt. Belə şey qoyur ortaya, bir target qoyur ortaya ki, təlimlər var onunla bağlı, amma belə bir agentlikdə agentliyimizə müraciət edənlər var və fərdi şəkildə mənə müraciət edənlər də olub. Belə bir fəaliyyətim olmadığına görə hələ ki bu mövzuya belə deyək də baş vurmamışam. Amma planımızda var. Yəni bizim xidmətlərdən biri də ümumiyyətlə təlimlər, amma sadəcə yəni bir günlük təlim verdik və o adamlar getdi deyil, müxtəlif etaplı bir təlimlərdir. Yəni birinci etapda biz təlimi verib izah eləyirik. Əgər istəyirsə insan bizlə yolculuğuna davam eləməyə, ona bir mentor xidməti veririk. Yəni kontent yaradılmağında ona yolculuqda kömək eləyirik, dəstək göstəririk. Üçüncü etapda artıq məzmun var, adam öz yolunu tutub, məzmunlarını özü də yarada bilir. Üçüncü etapda onu tanıdırıq. Yəni öz kanallarımız vasitəsilə izləyicisinin artmağına kömək edirik. Dördüncü etapda isə artıq ona marka işbirliyi gətiririk. Kiçik influencerdır, nano influencerdır, mikro influencerdır və bu sektorda böyük canavarların olduğu bir rəqabətdə markalar onları tanımır. Biz markalara deyirik ki, baxın, siz bir influencerla 500 min izləyicisi olan influencerla çox böyük bir məbləğ xərcləyib işləyə də bilərsiniz. Alternativ variant 10 min izləyicisi olan, amma indiyə qədər məzmununda heç vaxt reklam olmayan, çox loyal, niş auditoriyası olan 10 influencerla işləyə bilərsiniz və fərqli segmentlərə, belə deyək də, auditoriyalara çıxış eləyə bilərsiniz. Və onların loyallığı, onların sizinlə olan müqaviləsi daha uzun müddətli olacaq və bu influencerlar məhz sizin influencerlarınız olacaq. User experience-lərində paylaşa bilərlər. Səma, sən yəqin ki, burada bu agentlikdə həm öz şəxsi təcrübələr və neçə ildir də artıq sosial mediadasan, həm də ən çox düşünürəm Acun mediada, o qurumda öyrəndikləri tətbiq edirsən və ümumiyyətlə Türkiyədə və bizdə
bu kontent istehsalı, vizual kommunikasiya texnikaları və s. kimi bu məsələlərdə nə qədər fərq var? Yəni Əslində Türkiyəyə getmək məqsədim də bu idi. Mənə maraqlı idi ki, mən 10 il işləmişəm, amma təhsil almadan işləmişəm. Okey, müəyyən bir nöqtəyə gəlib çatmışam, mənim imkanlarım artıq genişlənib. Mənə maraqlıdır ki, mən Türkiyəyə getsəm, məni orada heç kim tanımır, mən sıfırdan başlayacağam və bu təcrübədə nələri öyrənəcəm və hansısa bir uğuru əldə edə biləcəmmi, kiminsə köməyi olmadan. Və orada mənə həm də maraqlıdır ki, türklər reklam işində onlar biraz emosionaldılar, onlar insan duyğularının üzərindən satış eləyirlər. Mənə maraqlıdır ki, onlar bu influencer marketinqi necə görürlər. Acun Media ilə paralel olaraq başqa bir influencer agentliyində çalışırdım. Elə Trendyol kampaniyasını da onda başlatmışdıq. Orada baxdım müqayisəli şəkildə nə edirlər. Hər şey çox strukturludur. Amma təbii ki, bütün agentliklərdəki kimi orada da bir stres, xaos, həyəcan var, force majorlar var. Amma təcrübələri böyük olduğuna görə onlar bunu birdən-birə eləməyiblər. Yaşadıqca, o force majorları yaşadıqca həll yolları tapmağa çalışıblar. Bizdə agentliklərin çoxu kontent yaradıcılığında, influencerın yanında olmadığına görə, ideya vermədiyinə görə sadəcə markanın verdiyi brifi forward eləyir, yəni ötürür influencera, ödənişlərdə də gəlir, ödəndi. Yəni o zəncirin içərisində yaradıcı prosesdə iştirak etmədiklərinə görə təcrübə yoxdur. Amma Türkiyənin bir çox agentliklərində onlar kontent tərəfində olurlar və mən təəccüblənmişdim. Yəni çəkilişi eləyəndə adamın evinə qədər gedirlər, öz ekipləri ilə, komandaları ilə. Yerindəcə çəkiliş olunur və markaya göndərilir ki, bax belə çəkdik, yaxşıdır hər şey. Orada yerindəcə hətta edit gedir bəzi şeylər, təsdiqlənir və daha sonra o Çox operativ, komanda çıxır, bəli, deyir ki, biz çıxa bilərik. Bütün hər şey suallar əvvəlcədən aydınlaşdırılır ki, rənglər, nə bilim, bu adamın iç geyiminə qədər müəyyənləşdirilir, dırnaq rənginə qədər müəyyənləşdirilir ki, necə olacaq bu əvvəlcədən? Çünki o qədər force major olub ki, o qədər problemlər yaşanıb. Deyirlər ki, əvvəlcədən özümüzü sığortalayaq, bu problemlər yaşanmasın. Bir də yəni influencerların tanıdılmağında, irəli getməyində, bir çox markalara təklif kimi göndərilməyində də bu şirkətlər təşəbbüskardılar. Azərbaycanda belə deyil. Marka işləmək istəyir X bir influencerla, onun qapısını döyür. O deyir ki, mən falan agentlikdəyəm. Yaxşı, indi gedirik onun qapısını döyməyə. Bəli, filan kəs X influencer sizin agentlikdədir. Bəli, qiymətləri nə qədərdir? Bu qədərdir. Sizin komissiyanız ora daxildir. Başlaya bilərik, başlayaq. Brifi göndərirlər və icraat prosesi gedir, ödəniş bitir, qurtardı. Bu agentliklər isə deyir ki, əziz influencer, sən bizim agentlikdəsən. Sənə hansı marka işbirliyi maraqlıdır? Hansı markanın üzü olmaq istəyirsən? Hansı ölkəyə səfər eləmək istəyirsən? Hara getmək istəyirsən? Və bütün bunların, yəni 361 xidmət təklif eləyirlər və lazımdır bu cür müsahibələrə də o agentliklər danışır. Önəmli yerlərdə öz ulduzlarını çatdırırlar, qabardırlar ki, onun işi asanlaşsın. Yəni həm də prodüser rolu oynayırlar sanki. Çox maraqlı yanaşmalar. Tamamilə kökündən bizimkilərdən. Çox ümid edirik ki, başlanğıc səndən. Nə qədər müddət gözləyirik Bakıya belə yanaşmağa çatmağa? Bizim komanda çox balacadır. Yəni 10 nəfərdən ibarətik. Az deyil məncə. Amma ümidimiz çox böyükdür. Bir il yarıma görə böyükdür. Amma biz belə deyim də sağlam böyüməyin tərəfdarıyıq. Ani sıçrayışlarla yox. Ehtiyacları yaradırıq, sonra ehtiyaclara uyğun həm komandaya adamlar götürürük və yavaş-yavaş işimizi böyüdürük. Hədəflərimizdə bunlar var. İnşallah ki çatacağıq, amma bizim özümüzə də maraqlıdır bu challenge-ın içinə girmək, bu işin bu çətin tərəfindən getmək. Nələr öyrənəcəyik, nələr təqdim edə biləcəyik, o da maraqlıdır. Amma arzu eləyərdim ki, hətta bu yaxınlarda Tural mənə danışdı ki, onlar deyəsən Abu Dhabidə görüblər Web Summitdə ki, artıq startaplarda da belə bir xidmət var. Productionlar startap kimi belə bir forumlarda, summitlərdə və yaxud da sərgilərdə öz xidmətlərini təklif edirlər. Deyirlər ki, biz sizin üçün kontent yaradırıq. Biz investor axtarırıq bunun üçün. Nə maraqlı. Çox maraqlıdır. Bizim üçün bu yəni çox adi bir işdir. Yəni qurduq kameralarımızı işlədik, elədik. Sən demə bu startap imiş və investorlar buna investisiya edirlər. Bəzək-düzək verirlər də adına demək olar ki də. Bəli, hər şeyin, hər xidməti ayrıca təqdim edirlər və onu da belə ballandıra investorlara təqdim edirlər. İnvestorlar da çox həvəslidirlər. Adını startap, adına biraz başqa bir çəki düzən verəndən sonra enteresan bir şey inputlu bir şey qoyanda olur, satılır o yəqin. Maraqlı bir şey çıxır ortaya. Səma, qadınlara aid olan dırnaq arası yaraşmaz tabuları yıxa-yıxa gedirik.
Və bu yolda sən çox cəsarətli deyərdim ki, addımlar atırsan və xüsusən də toxunmaq istəyirəm sənin podkastlarına. O podkastlara görə necə deyərlər, səni topa tutmurlar. Ya, topları görmək üçün gəlin kommentlərə baxın. Hər gün ən azı 2-3 belə qəribə, qeyri-adi, mənim məişətimdə heç rastlaşmadığım ifadələrlə insanlar fikirlərini çatdırırlar. Çox böyük gümanla o insanlar mənim öz auditoriyam deyil, yəni mənim YouTube-dakı abunəçilərim deyil. Bu məzmun populyarlaşdıqca hər cür insan qarşısına çıxır və insanlar da fikirlərini hər cür formada, yəni öz mədəniyyətləri və tərbiyələri necə imkan verirsə elə ifadə eləyirlər. Yəni biz pis bir hadisə də görə bilərik, biz nalayiq bir hadisə də görə bilərik. Ona verdiyimiz reaksiya hadisənin nə qədər nalayiq olduğuna bağlı deyil. Bizim özümüzün nə qədər tərbiyəmiz imkan verirsə, daxilimiz necədirsə elə ifadə eləyəcəyik. Əsas məğzə eyni qalacaq. Deyəcək ki, bəli, bu mənim xoşuma gəlmir. Amma o xoşuma gəlmir mən necə ifadə edirəm? Qabaqdakını təhqir eləyirəm. İstifadə elədiyim kəlmələr həm də məni aşağı salırmı? Yəni şərh yazanda buna diqqət eləmək lazımdır ki, mən qarşıdakına palçıq atanda o palçıq həm də mənim əlimi buluyur. Heç bir kommenti silmirəm. Bilərəkdən silmirəm. Çünki istəyirəm ki, illər keçəndən sonra bu böyüyüb yetişən yeni generation görsün ki, əslində necə düşüncəli insanlar var idi və bizim cəmiyyətimizin o progresi hansı yollardan keçib. Podkastlarıma davam eləyirəm. O məzmunları... Bunu dəstəkləyənlər olur ki, məsələn, o kommentlərdəki... Sizin kimi insanlar, sizin kimi düşüncədə olan insanlar... Əslində, bunlar acı həqiqətdir də. Yəni, bunlar bariz bir problemlərdir ki, siz onları abartırsınız. O qonaqlar da mən, məsələn, çox dəstəkləyirəm elə bir şeyləri ki, bəlkə də sizi izləyib həmin o yazanlar, kommentləri yazanlar, pis kommentləri özləri bir aynalanırlar. Özləri də aynalanırlar. Adətən onda qıcıqlanır insan. Ona görə qıcıqlanırlar, hə, məncə də. Yəni buna görə buna davam mütləq. Çox sağ olun. Bol-bol uğurlar. Çox sağ olun. Çətindir, amma çətin düzdür, mənim ətrafımda olan insanlar bununla razılaşmır çox vaxt ki, yəni uğur elə o demək deyil ki, həmişə çətin yolla gəlib keçiləcək bir şeydir. Amma mənim prinsiplərim və ideologiyama, həyat fəlsəfəmə və mən nəyi niyə eləmək istədiyimi başa düşmədən eləsəydim və 2 dənə o mənfi kommenti oxuyandan sonra o podkastı bağlasaydım, deməli mən başa düşmürdüm ki, mənim missiyam nədir. Mən bilirdim ki, maneə ilə rastlaşacağam. Cəmaət elə ona görə bu mövzuda danışmır ki, bu heytdən qorxur. Amma danışacağam və mən çox istəyirəm ki, mənim övladlarım da böyüyəcəyi cəmiyyətdə daha sağlam düşüncəli insanların sayı çoxalsın. Çünki biz onlarla işləyirik, biz onlarla nəqliyyatdayıq, biz onlarla eyni restorandayıq və bizim uşaqlarımız da biz uşaqlarımızın təhsilinə cavabdehik, sağlamlığına cavabdehik. Qalan heç nəyə fikirləşmirik. Amma harda kimdən yaşayıb, kimdən evlənəcəklər onlarla. Eynən. Qısa danışdım ki. Əla. Bu da istəyirəm ki, bilmirəm, imkan varsa bədən dili ilə bağlı söhbət etmişdik podkastın əvvəlində və çox istəyərdim ki, bu influencerlıq işinə, ümumiyyətlə vizual məzmun yaradan insanların da işinə müəyyən dərəcədə aidiyyatı var bədən dilinin. Bəzən insanlar müəyyən bir məhsulun tanıtımından danışırlar. Sanki bunu öz həqiqətlərində yaşadıkları bir həqiqət kimi təqdim eləyəndə başla yox deyirlər, əksinə hərəkət eləyirlər. Əslində öz dediklərini inkar eləyirlər. Bədən dili məncə influencer işində çox vacibdir. Fərqində olmadan biz bir mesajı dillə çatdırırıq, amma bədənlə inkar eləyirik. Söhbətimizin axırında mənə çox maraqlıdır. Bilirəm ki, siz bu mövzuda ekspertsiz, təhsil alırsınız. Analiz etsəydiniz, tam açıq. Mənimlə bağlı nə deyərdiniz? Mən diqqət edirdim, əvvəlindən baxırdım. Siz baxanda da mən baxırdım ki, hara baxırsınız. Düzəldirdim. İş gərəyim deyil, əslində bu mənim artıq bir hobbimdir də. Yəni mən bundan bir zövq alıram. İnsanın əl duruşları, İnsanın əl duruşları, baş hərəkətlərinə baxdıqda insan artıq hansısa bir mesajlar oxuya bilirsən, amma bu belə bir asan deyil də ki, yəni kimsə 2 dəfə qulağını qaşıdı, 2 dəfə burnunu əlini vurdu və ya biraz yekəxana havada oturdusa insan haqqında bir şey danışma olmur. Təəssüf ki, çünki insan belə bir
tez rahat çözülən bir məxluq deyil. Razıyam. İnsanı ən böyük bu mövzuların içərisində müşahidədir. Yəni insanı oturursan, baxırsan və 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə müşahidə edirsən və baxırsan ki, bəlkə də bu adamın üzündə bir allergiya var, o tez üzünü qaşıyır. Və yaxud onun uşaqlıqdan bir adəti var ki, əli qulağında bu formada rahatlayır özünü və yaxud digər bir mövzular ola bilər. Amma çox əla məqama toxundunuz. Çox hallarda biz görürük ki, insanlar danışır. Məsələn, biz bir nəfər təhlil eləyəndə deyirik ki, təhlili sərt edək, yoxsa yumuşaq edək. Deyir ki, sərt edin. Amma başından onu inkar edir də ki, sərt edin. Çünki o bir texniki bir zonaya düşür. Deyir ki, mən artıq dəyərləndiriləcəm, artıq mənə baxıb qiymət verəcək. Ona görə mən burada biraz ehtiyatımı qorumam lazımdır. Və yaxud klişe mövzulardan həmişə mənə bu mövzuna bağlı suallar verirlər ki, açıq poza, bağlı poza. Yəni ki, buradan da hamıya demiş olaq ki, yəni bu bağlı poza deyil. Yəni bunu hər kəsin bilmiş olması lazımdır. Əvvəldən deyirdiniz, belə oturardım, özümü rahat hiss eləyərdim. Çünki klişe olaraq insanların bir beyinlərində formalaşdırılmış bir şey var ki, yəni bu bağlı bir posturdur, amma təəssüf ki deməyim, yəni bu belə bir dünya yoxdur da ki, mən əlimi çarpazlaşdırdımsa, mən düzgün bilinən yanlışlardan biri. Bəli. Yəni ondan da başqa həddindən artıq çox ziyadə insanları bir səhv istiqamətləndirən bədən dili ilə bağlı yanaşmalar var ki, bunu elədinsə budur, bunu elədinsə budur. Yəni bu belə bir asan deyil. Mən keçən 2 ilə yaxındır ki, bu sahədə təhsil alıram və başa düşürəm ki, bu o qədər də asan bir mövzu deyil. Amma düşünürəm ki, sizin bədən diliniz kifayət qədər sizi tamamlayır, sizi müşayiət edir, sizdən kənar deyil. Çünki adətən insanın özündən kənar bir bədən dili olur. Yəni mən bunu daha çox tez-tez görürəm. Bədən bir şey danışır, dil başqa bir şey danışır və bir-birini tamamlamır. Amma gördüyüm qədərində hələ ki, yəni podkast boyunca kənar periferik gözlə baxaraq anlamışam ki, özümü yaxşı aparmışam. Səmanın indi oturuşu həcmli oturuşu idi. Həcmli oturuşu, bəli. Artıq dərs alıram. Aha. Bəli. Həcmsiz oturuşlar var ki, hansı ki, yəni qısılıb bir yerə qısılmaq, yəni həcmli oturuş. Bəli, həcmli tamamilə rahat. Gərək əvvəldən ayağımı dəyişərdim, sizə yönəkli oturardım. Amma burada bəzi şərtlər daxilində uyuşmağa çalışmışam, amma yəni çox maraqlı bir nüansdır ki, yəni bədənimizin dili ilə öz danışdıqlarımız bəzən konfliktədir, yəni tamamilə doğrudur. Uyğunlaşmır. Tamamilə doğrudur. Əlavə edəcəyiniz nəsə var? Yox. Çox sağ olun. Bu qədər.